Dövlətin özəl şirkətləri də, istehsalat müəssisələri də, dövlətdən yararlanan hər bir kəs dövləti qorumağa çalışmalıdır. Bugün baxaq görək hələ daha çox dövlətdən yarınanlar, dövlətdən yarayanlar, onun pulu ilə mal-mülk sahibi olanlar, bugün də milyonların üzərində oturanlar və neftin üzərində oturanlar, neftdən pul qazananlar, istər xarici şirkət olsun, istər daxili şirkətlər olsun. Görək onlar nə edir? Heç onlar ümumiyyətlə bilmir ki, dövlətin strukturları nədir? Məsələn, deyək, Balaxanı Oil, Binəqədi Oil, nə bilim, müxtəlif cürbəcür bu neft şirkətləri yaradılıb, yarı dövlət, yarı özəl sərmayə adı altında və onlar oturublar orada milyonlar qazanırlar və min oyundan çıxaraq dövlətə zərbə vururlar. Hər vergidən də yayınırlar, oğurluq işlərlə məşğuldular, müxtəlif maxinasiyalar edirlər və heç dövləti də saya salmırlar. Biz bunun şahidi oluruq da. Bunlar başa düşmür, bunlara bu imtiyazları kim verib ki, dövlətin orqanlarını da saya salmırlar. Qanunsuzluqlarla da məşğuldular. Neçə gündür mən Binəqədi Oil'a zəng eləyirəm. Bu Binəqədi qəsəbəsində yerləşir. Telefonlarının hansına zəng edirəm, zəng çatmır, təyin edilməyib. Elektron poçtlarına zəng edirəm, məktub yazdım, geri qayıdır, işləmir. Və səhifədə ingiliscə gözəl sözlər yazıblar ki, Azərbaycanı çiçəkləndirəcəyik, Azərbaycanı bəhrələndirəcəyik, bütün dünyanı çiçəkləndirəcəyik, Azərbaycan xalqı gözəl yaşayacaq, bizimlə iş qurun, bizə müraciət edin, xalq gözümüzün üstündə gözəl sözlər yazıblar. Əməlləri sıfır, özləri sıfır və insanların da başına oyun açırlar. Mən məsələn zəng eləyirəm, yazıblar orada, telefon, zəng çatmır, faks. Binəqədi Oil, bir də Balaxanı Oil. Balaxanı Oil. Demək, baxın, məsələn, indi faks var, bu bir çox dövlət orqanlarının da səhifəsində var, faks. Bunlar, başa düşmürəm, insanları dolayıblar, ya bunlar yəni nə fikirləşirlər? Bir çox dövlət orqanlarının səhifəsini açın, orada yazılıb faks. İndi faks dövrüdür. Bunlar bu nə deməkdir? Ələ salmaq deyilmi? Və o boyda müasir neft şirkəti yazıb faks. Bugün faks var, faksdan sənə zəng eləyir, faksa zəng çatmır. Amma ki, zəng getmir, yazır ingilis dilində failed. Yəni, iflasa uğradı, nə bilim, getmədi. İndi rəhbərlərini başa düşdüyü, və o səhifədə, orqanların telefonları da cavab vermir. Yox, heç, sən onların mobil telefonlarını tab zəng elə götürməyəcəklər. Və orada, görün nə baş verir. Siz girin Binəqədi Oil'un, orada heç bir rəhbər şəxsin adı da yoxdur. Özləri haqqında məlumat veriblər. Kimdir bunun sahibi, kimdir rəhbər, kimə müraciət olunmalıdır, nə olunmalıdır? Və bu eyni zamanda başqa özəl şirkətlərdə də var. Rəhbər şəxslər niyə qoyulmur? Bax, ev tikirsən, 100 milyonluq ev tikirsən, insanlar səndən, minlərlə insan səndən ev alıblar, minlərlə insan sənə yatırım eləyib. Niyə o rəhbər şəxslərin adları orada yoxdur, kimlə müraciət olunasıdır? Hətta rəhbər şəxslərin adları da yoxdur. Və bugün mən getmişəm onların qapısına, maşını saxladım və dedim ki, köməkçiyə get deyilən ki, deputat gəlib, telefonlara cavab vermirsiniz və burada kim varsa, rəhbər şəxslərdən biri çıxıb qarşılasın. Maşında oturdum. 5 dəqiqə, 10 dəqiqə keçdi, dedilər ki, burada heç kim yoxdur, biz heç nə deyə bilmirik, burada heç kim yoxdur. Yəni ki, burada bir axrananın, deyək ki, bu mühafizənin böyüyü də yoxdur, çıxmadılar o boyda binada. Bu, mənə yox, bütün Milli Məclisə hörmətsizlikdir. Və bunların yol azmışlıqları deməkdir. Bunların artıq mən buna biraz qudurğanlıq da demək istəmirəm, daha sərt səslənir. Amma bu artıq dövlətə tüpürmək deməkdir.